Vətən müharibəsindən sonra baş verən 259 mina partlayışı nəticəsində 421 nəfər zərər çəkib. Onlardan 72-si həlak olub, 349-u müxtəlif dərəcəli xəsarətlər alıb. Bu sözləri Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin Əməliyyatların Koordinasiyası İdarəsinin rəisi Rahib Quliyev dedi. Onun sözlərinə görə ANAMA və prosesə cəlb olunan digər tərəfdaş qurumlar tərəfindən 2020-ci il noyabrın 10-dan bugünədək 262.026 hektar ərazi təmizlənib, 246.585 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Hal-hazırda yeni inovasiyalardan istifadə olunur. Kəşfiyyat zamanı dronların vasitəsilə ərazi dəqiq şəkildə qiymətləndirilir və təmizləmək üçün müəyyən olunmuş metodologiyadan istifadə olunur. Əməliyyatlarımız zamanı əsasən sürətli şəkildə əməliyyatlarımızın aparılması üçün mexaniki mina təmizləmə vasitələrindən, mina axtaran itlərdən istifadə olunur. Mexaniki mina təmizləmə vasitələri bildiyiniz kimi əsas təmizləmə vasitəsi kimi deyil, işin sürətli aparılması üçün torpağın yumşaldılması, bitki örtüyünün azaldılması və riskin azaldılması üçün istifadə olunur. Böyük Qayıdış Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev bildirdi ki, hazırda Böyük Qayıdış Gənclər Təşkilatının könüllüləri işğaldan azad olunan ərazilərə qayıdan sakinlərə minaların və partlamamış hərbi sursatların təmizlənməsi ilə bağlı məlumat verir. Onların maarifləndirməsi prosesində iştirak edirlər. ANAMA ilə birgə Böyük Qayıdış üçün Təhlükəsiz Gələcək adlı maarifləndirmə proqramı da həyata keçirəcəyik il ərzində. Bu proqram çərçivəsində də qayıdışa hazırlanan və eyni zamanda ora səfər edən vətəndaşlarımızın sağlam və təhlükəsiz səfərləri ilə bağlı əsasən maarifləndirmə işlərinin aparılması, gənclər arasında maarifləndirmə işlərinin aparılması prosesləri həyata keçiriləcək. Eyni zamanda qayıdış könüllülərinin bu istiqamətdə təlimçi qismində yetişdirilməsi ilə bağlı fəaliyyətlər icra edəcəyik. Qeyd edək ki, Bakıda Böyük Qayıdış naminə Təhlükəsizlik Gələcək adlı forum keçirildi. Forumun əsas məqsədi mina təhlükəsi ilə mübarizə sahəsində maarifləndirmənin artırılması, bu istiqamətdə görülən işlərin ictimaiyyətə çatdırılması, eləcə də gənclərin bu prosesə cəlb olunmasıdır. Forum çərçivəsində humanitar mina təmizləmə əməliyyatlarını və mina hadisələrindən zərər çəkmiş şəxslərin həyat hekayələrini əks etdirən fotosərgi nümayiş olunub. Sərgidə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən mina təmizləmə fəaliyyətləri, mina təhlükəsinin yaratdığı fəsadlar, həmçinin bu istiqamətdə görülən işlər barədə vizual materiallar təqdim olunub.